İş həmişə var, McDonald's. Mən bunu çoxdan görmüşdüm axı elə bil. Təzə çəkib, yoxsa yenidən yayımlayıb? Hə, 10 il ərzində deyirsə, deməli şeydir. 10 il əvvəl çəkilmişdi, bunun eynisindən yeni çəkiblər. Neyse, mən getdim, dərs çalışıb, sabah imtahanda uğurlar. Oyundakı ümumi səsi çıxdım, ən azından qabağına bir şey çıxanda qorxu səsi verə bilərdilər. Veriblər əslində. Tamam, buyurun sipariş edin. Müşteri kimi getdiyi restoranda Fərid iş həmişə var dedi. Sipariş var. Bəhbəhlə yediyimiz burger əslində Bu yadımdadır. Birincini çəkəndə dalaşmamışdılar. Bu bir bilənzə soxurdular şeylə. McDonald's əməkdaşı ilə, işçisi ilə. necə hazırlanır? Yerli halal kəsmətlərindən istifadə olunur. Prosesin görünməyən tərəfləri Bu formada kotletler hazırlanır. A-dan Z-yə hər detalı ilə İstehsal ettik, gönderirik restoranlara. bütün suallara cavab. 140 saniyə ərzində ət tam olaraq bişir. İş həmişə var. Ay Allah, bağışlayın. Özüm yeyərəm onu, eybi yox. Birazdan ATV-də. Mən ad günümdə bu gün. Qaqaşın adı Amil idi. Sponsor McDonald's. McDonald's oraya gidecek. McDonald's-a getmək istəyirsən? Oradı. Oraya gidecek. Nə bilim valla. İstəyirsənsə gedək. Happy Meal menusu. Bəli. Mənə də bir dənə kofe. Happy Meal. Bəli. Oyuncaq da olsun 7 nömrə. Kartoşka filinin yanında kepçük olsun. Olsun. Ketçup olsun. Ekranda gördüğünüz sipariş doğrudur. Doğrudur. Doğruydu. 3 manat 5 qəpik. Ödəniş pəncərəsinə İş köpüğü. yaxınlaşın, zəhmət olmasın. McDonald's necə pişirir? Qəşəng bişirirlər. Əmilər, bibilər içəridə bişirirlər. Ata çəksin McDonald's-u sənə göstərsin. Hansı verilişdə çəksin ata sənin üçün? İşən çavarda. Baş üstə oğlum, çəkək. Yeməyi ata Ətiyən qurğudur. gedir çəkməyə. Çox uzaqlaşdı elə bil McDonald's. Rəsulun istəyinə görə 10 il sonra yenidən McDonald's-da iş həmişə var deyəcəm. 10 ildən sonra görək nələr dəyişilib, nə inkişaf edib. Ümumilikdə McDonald's-un iş prinsipini iş həmişə varda görəcəksiniz yenidən. Ağşəhər filialındayıq, işə başladıq. Salam Anar müəllim. Fərid Necəsiz? bəy, xoş gördük. Xoş gördük. Yenidən sizi McDonald's-da görməkdən şadıq. Amma bu dəfə 28-ci filialı görməkdən çox şadıq. 28. O vaxt neçə filial idi? O vaxt bizim 10 filialımız 10 var. filial var idi və 10 il ərzində çox şey 18 filial. dəyişib. Biz də dəyişmişik, amma hər şey yaxşıya doğru dəyişib. Vəzifəniz həminkidir, yoxsa? Yox, hal-hazır restoranımızı sayı çoxaldıqca vəzifə də artıb. Hal-hazırda insan resursları üzrə baş direktoram. Xeyir olsun. Hal-hazırda şirkətdə 5 departamenti idarə edirəm. Və Anar müəllim ümumilikdə biz iş həmişə var deyirik. O vaxtda da bildirmişdi ki, yavaş-yavaş pillə-pillə qalxıb, ümumilikdə McDonald's-un iş prinsipi belədir. Bir daha xoş gəlmisiniz Xoş bizim gördük. McDonald's-un Ağşəhər filialına. Təbii ki 10 il keçdi. Bizim iş həmişə vardan bu günə qədər 10 ildə çox şey dəyişdi. Bilirsiniz, dünyamız dayanmır, inkişaf edir və bu inkişafda da ayaqlaşmaq. Əşi, boş söhbətdir, McDonald's-a sən nə qədər qalxa bilərsən? Bir dəfə getmişdik də, minimum əmək haqqı 300 manat idi o vaxtlar. Deyirdilər ki, 200 manat veririk. McDonald's-un bir qolundan ibarətdir. Nə qədər işçi var hazırda? Tualeti zada səni təmizlətdirirlər. Xala zad yoxdur orada bir dənə tualet təmizləməyə. Bugün hal-hazırda 33 müəssisəmiz, Tələbəyə təmizlətdirirlər hamısı. 33 McDonald's fəaliyyət göstərir. Bu Özdə şey kimi, kimsə cəzalandırılır sonra. Güya cəzandır da sən gedib təmizləyirsən. McDonald's-da bizim 3000-dən çox əməkdaş çalışır. İnkişaf edirik, böyüyürük. Çox da böyük planlarımız var, inkişaflarımız var. Hal-hazırda şirkətimiz bu il üçün də böyük hədəfləri var. Yeni restoranlar açmaq, yeni şeylər yaratmaq. Bildiyiniz kimi yerli istehsala keçmək. Ona da keçmişsiniz artıq. O vaxtda biz Ukraynaya getmişdik ət üçün. O vaxtı bəli, 10 il bundan qabaq biz öz ətlərimizi və digər məhsullarımızı xaricdən gətirirsə, bugün artıq onların bir qismini, demək olar ki, əsas qismini artıq Azərbaycanda istehsal edirik. Siz
iş prosesindən tanış olduqdan sonra bizim ət zavoduna gedəcəksiniz. Artıq McDonald's-da yerli ətlərdən, yerli halal kəsim ətlərindən istifadə olunur ki, biraz sonra bu Onu haqda görəcəyik. Bu aparatlar yox idi o vaxtı. Dünyanın hər yerində artıq peyda olub bu aparatlar. Bəli, özünə xidmət kioskudur. Bu kiosklar vasitəsilə sifariş vermək olar. Məsələn, sifarişimizi indi verə bilərik. Kofe. Ya kofe içək hərəmizə bir dənə. Kofe içək hərəmizə bir dənə. Sifariş vermək olar. Məsələn, sifarişimizi indi verə bilərik. Kofe. Ya kofe içək hərəmizə bir dənə. 5.75 bir dənəsi yoxsa 3.75-dir? 5 manat qoyacaq. Gəlirik masa xidmətindən istifadə olunur, qoyulur masaya və sifarişimiz gördüyünüz kimi artıq hazırdır. Əla. Masaya gəlir, kofemiz hazır, başlayırıq içməyə. Həmişə müxtəlif ölkələrə gedəndə görürüm ki, onların yerli Zarafat bir qırağa, həqiqətən də fast food McDonald's-da düz işləyir. Yəni tez hazırlayırlar. Çox belə nadirən olar ki, nəyisə gec gələr. Amma KFC-də elə deyil məsələn. Mən neçə dəfə növbədə qalmışam. Bilmirəm 28-in ətrafında və 28 daxil olmaqla 2 dənə deyəsən McDonald's var oralarda. Yəni biri Gənclik tərəflərdədir deyəsən, biraz yaxındır da piyada. Növbə gözləməmək üçün oralara da gedə bilər insanlar. Şəhərdə qalanlar daha yaxşı bilər. Amma yəni KFC deyəsən bir dənədir. Orada da yəni basırıq millət olur olanda. burgerlər olur, eləyir, amma bizdə yox idi. Amma son illər gördüm ki, keçən dəfə bir neçə ay bundan öncə bizim burger çıxdı. Bəli, bizim də yerli bizim burger və bizim rol var. Biz bunu kotlet çörək olaraq belə assosiasiya elədik. Lakin bunun tərkibində yerli ətimiz, xüsusi Ancaq onun tərkibində yerli ət bunun var. üçün hazırlanmış Sos, möhtəşəm də, fərqlidir. Sos da yerli sosdur. McCafe də artıq var. Artıq kofelər xüsusi qaydada hazırlanır. Kofelər insanlara individual olaraq hazırlanır. Yəni maşında deyil, əllə olaraq, individual olaraq hazırlanır və bunun da dadı daha da premium və daha da gözəldir. 10 il ərzində dəyişikliklər hamısı müsbətə doğru dəyişibdir. Dəyişikliklərdən biri də məhz dizayndır. Bütün restoranlar, hətta köhnə restoranlar tamamilə yenilənib. Restoranın dizaynı Luna tipli bir dizayndır. Artıq bölgələrdə də var da, Gəncədə var, artıq şəhər kənarında, Xırdalanda da var. Dediyimiz kimi 10 il bundan qabaq yox idi, amma indi bizim Gəncədə bir filialımız var, bizim Sumqayıtda 2 filialımız var və bizim Xırdalanda artıq bir filialımız var. McDonald's-un bu 10 il ərzində dəyişikliklərdən biri də çatdırılma xidməti ilə insanlar öz sifarişlərini rahatlıqla müəyyən bir app üzərindən sifariş verərək evlərinə artıq yenə də isti-isti çatdıra bilirlər ki, yenilik hesab etmək olar. Menyuda dəyişikliyi gördüm və səhər yeməyi gördüm orada, o haqqda danışardıq. Bizim yeniliklərdən biri də məhz budur. İndi bilirsiniz, McDonald's-da hər bir insan gəldikdə fikirlərində ancaq Big Mac və hamburger başqa bir şey deyilir, amma indi artıq Yazan özü də Big Mac deyir. Big Mac çox məşhurdur ya. McDonald's-un imza yeməyi kimi bir şeydir, imza hamburger kimi bir şeydir Big Mac. restoran açılan kimi saat 11:30-a qədər sırf səhər yeməyi tətbiq olunur ki, burada məhz yumurtanın fərqli növlərini bulkaların arasında insanlara təqdim edirik. İnsanlar da bunu çox bəyənirlər. Dəyişikliklərdən biri də təlimlərdir. Məhz təlimlər indi artıq həmişəki qaydada deyil, kağız üzərində deyil. Bunlar hamısı bir, yenə dediyim kimi, app üzərindən McDonald's-un bir kitabxanası var. Biz buna Freedom Campus deyirik. O kampus üzərindən, o kitabxana üzərindən bütün təlimlər keçirilir və bu təlimlər də bilirsiniz, yeni nəsil ancaq TikTokda ekran yoxdur. oyunlar üzərində xoşdur və bütün təlimlərimiz də məhz oyunlar üzərindən tətbiq olunur. Oyunlar üzərindən keçərək sonra mətbəxə və ya digər stansiyalara yaxın Ekranı dəyişməmiş. Ki, burada hər şey necə təmiz hazırlanır, ət necə ətdir. Bugünkü verilişdə tamaşaçılar onu görəcək. Sizin icazənizlə mən bugün işə başlamaq istəyirəm. Yadımdadır 10 il bundan qabaq dediniz ki, 850 əməkdaş var, 851-ci mənəm. Bugün də bizim 3000 əməkdaşımız var, 3001-ci siz olacaqsınız. 3100. İnşallah bu 10 ildən sonra gələrəm, 6002-ci olaram. Gedək mən sizə proses başlayalım. Bugün sizi də işdə yanınızda olan təlimçi deyək, restoranın birinci assistenti Dilbər xanım olacaq. Dilbər xanım isə iş prosesinin və yeniliklərin hamısını sizə başlayacaq. Mən sizə uğurlar arzulayıram. Biz sizinlə sağollaşmırıq, çünki biz axırda sonda sizinlə görüşüb təəssüratları sizinlə bölüşəcəyik. Sağ olun müəllim. Dilbər xanım, salam əleykum. Salam. İşiniz həmişə olsun. Çox sağ olun. Siz neçə ildir McDonald's-dasınız?
Mən 9 ildir şirkətdə fəaliyyət göstərirəm. İlk olaraq briqada üzvü vəzifəsindən işə başlamışam və bu illər ərzində bir sıra vəzifə yüksəlişlərinə nail olmuşam. Briqada rəhbəri, restoran seyh meneceri, direktorun 2-ci müavini və 1-ci müavini vəzifəsinə yüksəlmişəm. Hal-hazırda restoran direktorunun 1-ci müavini vəzifəsində çalışıram. Dilbər xanım gördüyünüz nümunələrdən biri və onlarla belə nümunələr var. Sıfırdan yavaş-yavaş qalxır, axırda müdirə qədər bu yol gedir. İşə başlamaq üçün nə etmək lazımdır? İşə başlamaq üçün ilk olaraq tipi müayinədən keçmək lazımdır. Hazırda tipi kartım var. Hər şey yerindədir məndə, narahat olma. İş formasını geyinmək lazımdır. Mütləq şəkildə xarici görünüşünüz tam sərgəli formada olmalıdır. Üzünüz təraşlı, dırnaqlarınız sərgəli formada olduqdan sonra... Dırnaqları tutmuşam, amma bir dənə təraş yoxdur. İndi təraş da eləyərik, narahat olun. O zaman İşə başlayaq. Bəli, başlayaq, keçid eləyək. Dilbər xanım, dəyişdim paltarımı. Necə? Yaxşı, yaraşdı. Bəli, siz artıq işləməyə hazırsınız. Üzünüzdə tam şəkildə təraş olubdur. Artıq biz sizinlə başlaya bilərik. Nədən başlayırıq? İlk öncə mən sizə burada olan lövhələr haqqında məlumat təqdim edeyim ki, hansı ki bu lövhələrdə əməkdaşlar üçün məlumatlar mövcuddur və hər bir əməkdaş Şey diyeceğim, bu videoda problem var, arada olmuş. təqdim edeyim ki, hansı ki bu lövhələrdə əməkdaşlar üçün məlumatlar mövcuddur və Yox. hər bir Niyə əməkdaşımız donur bəs? işə başlamazdan öncə mütləq şəkildə Donmur da, məlumatları- yetişir. məlumatlarla tanış olmalıdır. Burada cədvəl lövhəsi var, təlim lövhəsi mövcuddur, qida təhlükəsizliyi nəzarət lövhəsidir və məlumat Məlumat lövhəsidir. Bəli, bundan bütün əməkdaşlarımız tanış olurlar və biz burada elanlar asırıq. Əməkdaşlarımız üçün maraqlı oyun çarxı Bir də vardır. görüm nə qazanacaq. Yəni növbə sonunda hər bir əməkdaş bunu fırladı. Hansına düşürsə, bu hədiyyəni onu təqdim Kokteyl, edirik. özü xoşladığımdan. Bəli. Bu isə restoran daxili keçirilən oyunlardır ki, əməkdaşlar üçün motivasiya xarakterlidir. Bu bizim restoranımızın əməkdaşlarının fotosudur. Həmçinin burada da Maşallah, mövcuddur. hər şey fikirləşilir. Bəli, bəli. Hər şey orada satışda deyil də, arxada da əməli başda hər şey var. Biz əməkdaşlarımıza daima dəyər veririk. Burada isə bizim şəxsi məktubumuz var. Bununla tanış ola bilərsiniz. Əməkdaşlarımız öz istəklərini, şikayətlərini Bu dəfə qadın bir əməkdaş verilib ki, problem çıxmasın, hə? bu məktuba yönləndirə bilərlər. Bura bizim əməkdaşların istirahət otağıdır. Gəlin sizi tanış eləyim. Burada əməkdaşlarımız nahar fasilələrində yeməklərini yeyirlər, dincəlirlər. Əməkdaşlarımız üçün kompüter mövcuddur. Kompüterdə öz asudə vaxtlarını keçirdə bilərlər. Həmçinin planşet və kompüterdə təlimlər keçirilir. Hələ mən təlimdən keçməliyim də burada. Bəli, bəli. Artıq biz elektron formada təlimlərə başlamışıq. Həm planşetdə, həm də kompüterdə keçid eləyə bilərsiniz. Və belə olur, ha? Heç biri də tanımırdı onu. Bu da heç birini tanımır. Mən ad günümdə bu gün. Yox, belə şeylər də var. Sağ olun. Yadda qalan oldu. Sağ olun dostlar. Basın bari. Sağ olun, var olun. Qeyd edim ki, bizim hər ay əməkdaşlarımızın ad günü olur və hər bir əməkdaşın ad günü olanların fotolarını monitorda göstəririk, motivasiya xarakteri və bu cür formada hər birini təbrik edirik. Sağ olun, təşəkkür edirlər. Təlimi Stakan hədiyyə elədilər ona, makar. keçirik indi, hə? Aha, bəli, təlim başlamamışdan öncə ilk olaraq burada elektron formada tanış oluruq. Sizin təlim zamanı daha yaxşı öyrənməyiniz üçün. Oyunlardır, hə? Bəli, bəli, oyun formatındadır. Əməkdaşlar üçün daha maraqlı olsun deyə və daha yaxşı qavrasınlar deyə. Dostlar, əvvəl təlimi belə danışırdılar, göstərirdilər. Artıq daha maraqlı formaya gətiriblər. Oyunlar formasındadır və burada oynayırsan və o şeyləri daha yaxşı qavrayırsan. Çox xoşuma gəldi. İndi təlimdən keçəndən sonra biz artıq işə başlaya bilərik, hə? Bəli. Onda başlayaq təlimə. Buran müdürünü heç görməliyik. Başlayırıq artıq kadr arxası məqamları göstərməyə. Bəli. Keçin öndən. Gördüyünüz kimi siroblardır. Əvvəllər tank formasındaydı bidonlarda, artıq indi bütu formasındadır. Hər şey burada anında istehsal olunur, ona görə dadlı olur. Bu qazdır, bu da su filtrləridir. Bəli, bəli, su filtrlərdir. Siroplardan əlavə olaraq təmiz suya ehtiyac olur. Təbii ki, biz təmiz suyu əldə etmək üçün kömür filtrdən, pambıq filtrdən, ultrabənövşəyi lampalardan, duzlardan istifadə edirik ki, hansı ki, təmiz suyu əldə etdikdən sonra artıq orada kola hazırlanır. Əla. Gedək ambarları görək. Kolanı da sıfırdan hazırlamaqları ayrı bir şey. Bura ambarlardır, hə? Bəli, bəli.
Ya bildiğim McDonald's'un Coca-Cola ilə olan müqaviləsi çöksə eləsə Barlarınız var. Bəli, hər şey dəyişir. müxtəlif anbarlarımız var. Gəlin sizi quru anbarla Quru anbar. tanış edək, daxil olaq. Bura bizim quru anbarımızdır. Otaq temperaturu müsbət 10, müsbət 27 dərəcə aralığında olur. Hansı ki biz o termometrlə nəzarət edirik temperaturuna. Burada saxlana biləcək məhsullar Bizim simulator oyunlarında gördüyümüz şeylərdir əslində. burgerlərin qablaşdırmalarıdır, Qutu stekanlardır, əlcəklərdir, bəli, salfetkalar. salfetkadır, bəli, sırf quru X900 idi. 900 dənə var. Niyə 1000 eləməyiblər? məhsullar burada saxlanılır. Bu otaq temperaturunda ona icazə var. İndi isə keçid edək böyük soyuducuya. Bura O, keçid bura soyuqdur. etməzdən öncə bəli biz kurtkalarımızı geyinməliyik, kiçik kurtkaları. Buyurun. Olsun mənim. Çox soyuqdur. Neçə dərəcə olur? Buranın temperaturu müsbət 1, müsbət 4 dərəcə aralığında olur. Keçid edəcək içəri. Burada nə saxlanılır? Burada müsbət 1, müsbət 4 dərəcə aralığında olan məhsullar saxlanılır. Hansı ki bunlar souslardır, tərəvəzlərdir, Tərəvəzlər, Ət yoxdur. süddür, süd məhsullarıdır. ketçaplardır, sudur. Bəli, sudur. Bu məhsullar burada saxlanılır. Və onu da qeyd edeyim ki, əvvəllər bizdə demək olar ki, yerli məhsul az idi. Artıq biz demək olar ki, bir çox souslarımız yerli məhsuldur. Souslar da artıq yerlidir. Bəli, bəli, souslarımız Ət yerlidir, süd sos yerlidir, məhsulumuz. süd yerlidir. Bəli, bəli, tərəvəzlərimiz də həmçinin. Artıq elə bir burada soyuducuda çox şey saxlamağa ehtiyac yoxdur. Çünki tədarükçülər yerlilərdir. Ona görə hər şey rahatdır. İndi isə keçid edək böyük dondurucuya. Orada nə qədərdir soyuqluq? Böyük dondurucudur. Temperatur aralığı -18, -23 dərəcə Ətlər olur. burdadır. Və Dəhşət. bu temperatur aralığında burada saxlanılır bizim Ət alın. ətlərimiz. Saxlanılır bulkalar, kartoşka. Bu kimi məhsullar saxlanılır. Hansı ki bu temperatur aralığında olmalıdır. Və qeyd edim ki, bizim mal ətlərimiz Kartofları burada kəsirlər görəsən. yerli istehsaldır. Onlar Bizi da burada kəsilmiş yəni. saxlanılır. İndi orada gedəcəyik. Baxın, burada bulkalar da hətta Ya mən bildiyim qədərilə kəsilmiş yanarlar. onlar da burada bişir, nageslərimizdir. Sonra burada ətlərimizdir, kotletlərimizdir. Yəni dostlar gördüyünüz kimi hər şeyin saxlanılması, bişirilməsi hamısı standartlara uyğundur. Keçək digər hissəyə, çox qalma Ya standartlara uyğun olduğunu onsuz bilirik də, yəni McDonald's-a yerimizə. olmur. Domino'suz da çəksə baxaram ha bu arada. Önlük geyinmək lazımdır, Bəli, çünki bəli. mətbəxə keçirik. Və əllər yuyulmalıdır, Bəli. əlcək geyinilməlidir. Bəli. Xanım başına nəsə bir şey qoymalıdır, əlavədən saçı tökülməsin deyə. Hazırlayacağım da özüm də kotletlərdən. Bəli, bəli. Hazırlayacaqsınız. Burgerləri bugün mən özüm hazırlayacağım. Yəni, Ağşəhər filialına durun gəlin. Əsas iş indi başlayır. Bura mətbəxdir. Oğlan da keçirdiblər ki. Bəli, mətbəx sahəmizdir. İkinci mətbəxdir də bu, yoxsa birinci mətbəx? Yox, bir dənə mətbəx var. Bəli. Və aşağıda yerləşir. Bəli. Burada nə iş görülür hazırda? Uşaqları salamlayaq. Salam uşaqlar. Hər vaxtınız xeyir. Hər şey burada saniyələr içində baş verir. Çox sürətli Bəli. olmalıdır, hə? Bəli. İlk öncə buranı göstərim sizə. Bura bizdə yağ vanalarıdır. Buna biz fritur deyirik. Burada bizim toyuq məhsullarımız pişir. Fritin diri dedi. Əsasən McChicken, nugget və digər məhsullar bu vanalarda hazırlanır və orada dolabda saxlanılır 20 dəqiqə ərzində. Pulkalardır. Bəli, bəli. Bu bulkalardır. Burgerləri hazırlamaq üçün bu formada isinib burada saxlanılır, istifadəyə verilir. Bu bizim toster aparatımızdır. Hə, elə bir tosteri bir dənə göstərək. Mənə mara bulka verin. Zəhmət olmasa. Burger çörəklərini atırıq buradan. Aha, bəli. Atırıq buradan. Artıq Yox, səhv atdınız. Səhv atdım. Bəli, Niyə? bəli, səhv atdınız. Bu bir tərəfdən atmaq Hə, verin, lazımdır. təzədən atın. Özüm yeyərəm onu, eybi yox. Siz gəlin buradan atın. Buradan atıram. Bəli, bu formada atırsınız. Bu formada da buradan atırsınız. Hə, hazır olmuş, buradan çıxacaq, hə? Gözləyək. Neçə dəqiqəyə qızır? Çörək. 22 saniyə ərzində. 22 saniyə. Bəli, Burada hər şey karamelizasyonu. saniyə iləndir də. Bəli, bəli. Baxın qızdı. Bunun arasına kotleti, pendiri qoysan oldu burger. Bəli, burger olur. Sonra isə burada qablarımız yerləşir. Burada hər şey elə yerləşdirilib ki, dostlar, saniyələr içində yəni heç nəyi axtarmayasan. Hə. Bəli, hər şey əlinizin altındadır. Bütün bura ədviyyə masası adlanır. Lazım olan ehtiyatları
ədliyyə masası. Biz bura şikayət Salam edəcəyik. Məşhur, adınız? Vüsal. Siz ancaq bu aparata baxırsınız, hə? Qızdırdınız, qoydunuz bura. Bu adi hamburgerdir, hə? Tamam. Hansından? Cheeseburger. Qurun. Bir. Hə. Birinci xardal vurulur, bəli. Daha sonra Verin mən illə. yox, yox, Bu, əcəb. əllə, əllə, hə. Nə qədər turşu xiyar? Bir ədəd turşu xiyar Nə? burada yerləşir. Bir dənə nə pendir. Bura atdım üstünə. Yox, fast food gecikdi orada falan. Ət qoyuram. Aparırıq bu tərəfə. Hə, hər şey belə gedir onda. Bəli, Hə, bəli, belə, bəli. belə, belə. Ət hardadır? Yaxınlaşın. Sistem şirin. Şipsi vasitəsilə, maşa Hardan vasitəsilə buradan götürürük. Bir ədəd ət götürəcəksiniz, bəli. Soğanlı Aha, bəli. atdıq bura. Bəli, qoyuruq. Bunu keçirdirik bura. Niyə keçirdik bura? Bəli. Bu şəkildə Bağladıq. bura qoyuruq. Bəli. Sonra Orta hissəyə qoyuruq bu formada. bükdük. Bəli, bükürük əzmədən. Belə, belə. Belə. Bir də belə. Qaldı belə. Sonra Bükməyi bilir ha. 10 il əvvəldən yadında qalıb. Formada. Bu formada biz bunu konveynera yerləşdiririk. belə sürüşdürün. Aha, sürüşdürürük. Bəli, bəli. Öz aparacaq. Bəli, bəli. Nə gözəl. Hər şey innovativdir. Çox əla. Dostlar, gördüyünüz kimi bu ətlərdən istifadə olunur kotletlərdə, burgerlərdə və bu ətlər yerli istehsaldır. Bəli, yerli istehsaldır. Bayaqdan danışırıq. O vaxtı mən bunu çəkmək üçün, göstərmək üçün Ukraynaya getmişdim. Artıq Ukraynaya getmək lazım deyil. İndi gedirik bu ətin istehsal olunduğu müəssisəyə, onu çəkək, sizə göstərək, sonra yenidən qayıdacağıq bura. Gedək görək istehsal prosesi necədir? Müəssisəyə girmək elə-belə baş vermir ha. Gördüyünüz kimi bütün paltarları dəyişirik, dezinfeksiya olunuruq, ondan sonra istehsalat sahəsinə daxil ola bilirik. Bizim evdəkilər arada deyirlər, orada bu qədər ucuza normal ət olmaz. Videonu göstərəcəm onları. Qadir bəy indi bizi bu hissə ilə tanış eləyəcək. Çox yemək McDonald's. Müəllim, burada nə iş görülür? Bura Özləri də bilirlər, yaxşı. Prosta çox yeməyim oradan onu görə. sıyırma şöbəmizdir. Siyirmə. Ətin burada çeşidləmə prosesi gedir. Proses necə baş verir? Ət hara gəlir ilk olaraq? Əvvəl ət karkas qabulu şöbəsinə gəlir. Bura. Bəli. Kəsimxana bölümümüzdə ət kəsiləndən sonra Elə bir bayaq ət kəsildi, gəldi bura. bəli, gəlir bura. 48 saat tamam olandan sonra və temperatur 7 dərəcə olmalıdır. Ondan sonra ət bura qəbul olunur. Qəbul olunandan sonra bizim ilk soyuducumuz Göz daha yaxından çəkə bilərdi elə bilətləri. Bura Hə, bir buradan. neçə dərəcədir? 0 və 1 dərəcə ətrafındadır. Burada dinlənilir. Bəli. Niyə bu qədər azdır bəs? Buradan sıyırma şöbəsinə ət daxil olunur. Gedək görək siyirmə şöbəsində necə əti təmizləyirlər. Yəni siyirmə şöbəsi o deməkdir ki, ətin üzərində lazımsız bölmələri kəsirlər, atırlar və təmiz əti verirlər emala. Bəli. Mən çəkildim. Kəsimxanada 4 hissəyə bölünən heyvan artıq burada çeşidləmə prosesi gedir. Burada doğranılır və bu Doğranılır. qardaşlar nə iş görür? Bu qardaşlar Salam əleykum, nə olmaz? əti yağdan ayırırlar. Bizə kotletə yağsız ət lazımdır da. Bəli, və sinirli ətləri də bu trimçi xanımlar ayırırlar. Ətdə olan sinirləri ayırırlar. Trimçi xanım. Kotletə bu lazım deyil. Deyil. Buyurun, yorulmayasınız. Bütün hissəcikləri buradan ayrılır və ötürülür bura. Bəli. Yəni bu Artıq ət sıyırmadan çəkiləcəkdir. Siyirmədən təmizlənmiş ət ətlər bu formadadır. artıq bəli. Artıq McDonald's-da hazırlanır Yo, ki, bundan kotlet edirsiniz də? bəli, bəli. Əladır, bəli. əla. Ondan Görürsüz, və qol hissədən. 100% halal Bəli. dana əti. Düşdü də əlindən gəldi. Qanı üstündə idi ya. Yaxşı donmamışdı.
Qadir bəy mənə köməklik edəcək və bu hissə haqqında danışacaq. Gördüyünüz bu qapı ümumilikdə bu zavodda McDonald's-a aiddir. Bəli. McDonald's şöbəsidir və onu deyim ki, mən 10 il əvvəl Ukraynada olanda orada ət kəsim yeri görmüşdüm. Eyni orada nə standartdırsa, eynisini burada yaradıblar və artıq halal 100% dana əti Yerli məhsullardır, kəsimdən istifadə olunur, yerli məhsullardan istifadə olunur. Gedək görə Mən bu məlumatı heç yadımda değildi də, yəni ki, burada düzəldilir falan. Heç yadımda değildi bu arada. proses necədir? Proses belədir. Ət buradan daxil olur aparatlara. Və burada bölünmə hissəsinə gedir. Ətə atın zəhmət olmasa. Ət gördüyünüz kimi daxil oldu. Ət getdi. Elə bir ət maşınından keçir, böyük gözündən. Böyük gözündən keçir, sonra ikinci dəfə xırda gözdən keçmək üçün ikinci aparata keçir. Bəziləri yerə getdi. Artıq qiyməmizin ikinci çəkilişi gedir burada. Artıq qiymə formasına alındı. Bəli, son tamamlama işləri gedir və ötürüləcək bizim növbəti Bir şey diyeceğim, niye birbaşa qiyməyi keçirtməyib də birinci iri kəsirlər, sonra balaca kəsirlər? bölümə. Bu bölümdə isə artıq kotlet formasına gətirildi. Baxın dostlar, bu avadanlıqdan artıq hazır kotletlər çıxır, ət tökülür aparata və yorulmayasınız. Buradan da ətlərimiz birbaşa şoklama şöbəsinə gedir. Şok dondurucudan keçir də o zaman, Bəli, dondurulur. bəli. Baxın bu formada kotletlər hazırlanır, superdir, möhtəşəmdir. Gördüyümüz kimi 30 dərəcədən mənfi 40 dərəcəyə qədər şoklama prosesi gedir. İstehsal olunmuş kotletlər burada qablaşdırılır. Baxın. Artıq burada qablaşır. Burada gördüyümüz kimi standartdan kənar olan məhsulları qablaşdırıcılar istehsalatdan Aç bitirme abi bu. McDonald's. xaric eləyirlər və hazır standarta uyğun məhsullar sırf qablaşmağa gedir. Və bu formada yorulmayasınız. Baxın göstərək dostlar, gördüyünüz kimi kotletlər bu formadadır. İstehsal olundu 100% dana ətindən yerli məhsullarımız. İstehsal etdik, göndəririk restoranlara. Və Kəmalə xanımın yanına gəldi. 13 yarımda hər karp. Siz indi nə edirsiniz? Hal-hazırda parşın dərəcəsini ölçürəm. Soyuqluq dərəcəsi. Bəli, 0.7, mənfi 0.7, mənfi 1.4 aralığında olmalıdır. Normaldır. Normal mənfi 0.9-dur. Və bu cihaz vasitəsilə biz parşın yağlılığını ölçürük. Nə qədər içində yağ var? Onda standartı var da. Bəli, 17-20% aralığında olmalıdır standart prosesi. İndi bu formada kotlet formasına Bəli, bəli. gətirirsiniz. Ondan sonra cihaza qoyuruq. Sən niyə gətirirsən bir-bir? Fazla yağlılığını ölçəcək. Burada Hamısını bir-bir gətirəcək. pişirib test də eləyirsiniz də, Bəli, yəni. bəli. Qrildə bişiririk. Və həmin cihaza qoyulur. Qoyuruq, yerləşdiririk. Belə qiymətli aparata oxşayır ha. Və indi yağlılıq dərəcəsi neçə dəqiqəyə bilinəcək? 1 dəqiqə intervalda. Bir dəqiqə. Bəli. Yağlılıq nə qədər olmalıdır? Yağlılıq 17-20% aralığında olmalıdır. Yağlılıq 18% oldu, uyğundur. Proqramın adı göründü deyəsən. Olmalıdır. Yağlılıq 18% oldu. Easy Scan. Adını da tutduq. Mindset Meet. Uyğundur və İstehsala davam edə bilər. davam edə bilərlər. Yəni mütəmadi istehsal gedə-gedə xanım orada nümunələr götürür, yoxlayır. Hə, arada bəzilərini götürür, başa düşdüm. Nəticə uğurlu olursa istehsal davam edir.
Gördüyünüz kimi istehsal olunan burger ətlərindən nümunələr gəlib bura və qardaşımız indi nə edəcək? Bunu artıq biz qrildə bişirəcəyik. Test olaraq bişirəcəyik. bişirəcəyik. Həvsə də oradan da basın yiyin də. Əti bişirdik, temperaturunu yoxladıq. Hər şey qaydalara, standartlara uyğundur. Ətlə bağlı bütün proses bitdi. Sonda bişirdik də, yoxladıq da və bir də bayaq bir söz dedim. Amma çox balacadır. Yoxsa kameradan çox uzaq çəkilib deyə bilərəm. Halaldır və 100% dana ətidir, yerli ətimizdir və halallıqla bağlı dediyimin sübutu da buradadır. Halal sertifikatları var. Burger ətləri burada istehsal olundu və göndərilir bütün McDonald's restoranlarına. Ətin necə istehsal olunduğunu gördünüz, necə bir müəssisədir. Məncə artıq sual qalmadı və ətlərimizi hazırlaya bilərik. Aparat haqqında gördüyünüz kimi grill aparatıdır, hər şey avtomatikdir və biz buradan götürürük kotletlərimizi, düzürük ora, verin mən də düzüm. Əlcək yeni və Əlcək olma, o bir əlcəklə olmalıdır. Bəli, bəli. Düzdüz bura. Hər şey Yenə yetirmiş eləmədilər. avtomatik də. Bəli, bəli. Amma buradakı ətlər böyükdür. Düyməni basırsınız. 130 saniyə ərzində ətlərimiz pişəcəkdir. Verin də bir dənə əlcək verin, o da 30 eləsin. saniyəyə bişir. Bəli, bəli. 130 saniyə ərzində bişir. Mən hesablaşdım burada. Və Ağır, proses ağır necədir? Burada yəni. bişir, anında göndərilir buradakı aparatlara. Burada da isti saxlanılır Koyacaq indi qızın başına qafasını. və anında da gördüyünüz kimi hazırlayırlar. Və bayaq Anar bəy bildirdi. Dedi ki, əvvəllər ətlər bişirdi, çox gözlənirdi. İndi Hazır olaraq saxlanılır. hazır olan saxlanılırdı əvvəllər. İndi elə deyil. Necədir? Tutaq ki, 5 sifariş varsa 5 dənə kotlet bişəcək. 3 dənə varsa 3 dənə bişəcək. Elədir. Bəli, onu da qeyd edeyim ki, bizim ətlərimiz hər növbə meneceri tərəfindən ölçülür. Onun təhlükəsizlik temperaturu, Bu aparatdır. bəli, keyfiyyət temperaturu vardır. Bu və bizdə rəqəmsal qida təhlükəsizlik texnologiyasına keçid eləmişik. Digital Amma əl vurursan sən ona. Ətlər əl vurduğu şeylə, əlcəklə. Food safe də adlanır və biz siz bayaqları böyük anbarlara daxil olanda soyuducu və dondurucu oradan siqnalizasiya gəlirdi və o açıq qapı açıq qalarsa yaxud digər bir hal baş verərsə buna bizə bildiriş gəlir və biz bu vasitə ilə qida təhlükəsini daha rahat şəkildə təmin etmək üçün bizim üçün əlverişlidir. Bu aparata hər bir bildirişimiz gəlir və nəzarət edə bilirik. Ətlər də çıxan zaman hər növbə meneceri ölçür, bu aparata yönləndirir və bunun daxilində olur. Artıq menecer ölçüb ötürdüyü üçün biz bura ötürməyəcəyik, sizinlə birlikdə ölçəcəyik. 60 saniyə qalıb hazırda dostlar. Gördüyünüz kimi 59, 58, 57, 56, 55, yəni 140 saniyə ərzində ət tam olaraq bişir. Və biz bura o vərəkdən qoyuruq. Perqament kağızıdır, bəli. Verin mən özüm götürərəm. Bununla götürəcəm. Bəli, şipsi də götürün, zəhmət olmasa. Şips, bu əlcəyi giyinim yoxsa giyinmir? Yox, əlcək yeməyə ehtiyac yox. Hə, bununla götürəcəm, qoyacam bura. Aha, bəli. Duzlayacağıq. Hə, duz vurulmur ətə. İstehsal zamanı duz vurulmur. Soğan da lazım olduqca isə bişəndən sonra vurulur. Ətlərin təhlükəsizlik temperaturu 70 dərəcədən yuxarı olmalıdır. Hansı ki, biz bu aparatla onu ölçürük. Keyfiyyət temperaturu isə 70-77 dərəcə arasında olmalıdır. Hazırdır. Hər şey avtomatikdir gördüyünüz kimi. Duzlayırıq, birinci duzlayırıq. 1, 2, bu 3, 4 olacaqdır. Aha. Çox vurdu yenə bir tuzu. Duzurduq, götürürük ya. 45 dərəcə bucaq altında çıxardırıq. Bir şey diyeceğim, iki tərəfli pişirdi. Ha, iki tərəfli pişirib də, üstü də şeydi. Okay, yapışmasın deyə. Biraz yaxın Biraz yaxın qoy ki, yer çatmadı ya, bırak. eləyim. Mən demişdim. Aha, yaxın qoyun. Və duzladıq. İndi nəyi yoxlayacağıq? İndi temperaturunu ölçəcəyik. 100% bu gedəndən sonra xanım bir-iki dənə qəşəng söz deyib. İçərisində 70 dərəcə olmalıdır azı, hə? Bəli, bu oldu. 70, 73, 74, 71. Bəli. Və artıq İstifadəyə yararlıdır. İstifadə edə bilərik. Buyurun, Və burada bura. azad Sən biri 69 olsaydı zibiri çıxmışdı da yəni. 71-də deyən. var, bəli.
yerləşdiririk bura. Düyməni sıxırıq. 10 dəqiqə müddətində istifadə oluna bilər. İstifadə olmadı atırsınız. Bəli, atırıq və aparat bizə xəbərdarlıq eləyir. Ondan sonra biz artıq tullantıya istifadə edirik. Niyə tullantıya şey deyirsiniz? Yəni heç olmasa oradakı əməkdaşlar abeddə yesinlər, nə olar ki? Ya böyük ehtimal tullamırlar, biz bir şey var. Əla. O ya arkadaşlar. Düşünər onu. Batar yoxsa. İşi öyrəndim. İndi isə tam olaraq müstəqil şəkildə eləyəcəm. 6. Və dostlar, gördüyünüz kimi bunun qoyulma qaydası var. Qoyulma qaydası var. 1. Çağır öz dost tanışlarını. İminli o 6 dənə öz dostlarını, tanışlarını düzəlt. 2, 3, 4, səhv elədim hə? 4, 5, 6. Yəni xətt üzrə qoyulmalıdır. Heç də elə belə olmur. Və startı vururuq. 46 saniyəyə bişəcək və soğanlıdır da bu sifariş hə? Xeyr, soğansız əti, soğanlayacağıq. Soğanlayacağıq. Gördünüz bu ətdə soğan yoxdur. Amma bizim burgerdə soğan istehsal zamanı vurulur içərisinə. Fərqi odur bizim burgeri. Və qab o gördüyünüz kimi hər qaba xüsusi bu formada kağız qoyulur. Sabirekt, təşəkkürlər. Postladı bizi 5 nəfərlə. Videolar niyə məndə belə donur? 7 saniyə qalır dostlar. Verin özüm eləyəcəm. Buyurun. Yazıq. Zorbalanır bir də. Verin özüm eləyəcəm. Kağız qoyulur. 7 saniyə qalır dostlar. Verin özüm eləyəcəm. Buyurun. Salam, xoş gəlmişsiniz. 7 saniyə Dediyin oyunu oynadım bak. və duzlama. Və duzlamanın da xüsusi bir qabı var. Bax. Qoyduğumuz qaydada duzluyuruq. 1, 2, 3, 4, 5, 6. Duzlandı. Bəli. Bura qoyuram. Duzlandı və soğandı. Çəpəki formada vuracaqsınız. Belə. Aha, bəli. Belə. Düz vururam. Bu soğan bura dağılsa problem deyil Yox, ki. problem deyil. Buyurun. 45 dərəcə bıçaq altında 3 dənə 45 üst-üstə dərəcə mi? qoyursunuz. Bəli. Belə. Aha, qoyun. Onu da götürün onun üstünə qoyun. Nə gözəl. Bəli. Ay Allah, yox, bağışlayın. İndi zay oldu yoxsa Bura qoyun. belə. Bəli. Hələ bilmirik də bir 70 dərəcə olsun. Maraqlı idi. Belə də pis deyildi. Bəli. Qoyduq belə. Bax. 1, 2, 3, belə. Və alınır deyəsən. Hazırladım. Daha sonra isə bunu yerləşdiririk. Bunu yerləşdiririk bura. Bəli, bura. Və timer basırıq vaxtını. Belə dostlar, indi isə keçirik. Artıq burgeri özüm hazırlayacağam, sıfırdan. Bəli. Elə hazırladın da zay elədi qoydun. Azərbaycanca oynadın. Valla mən dil seçmədim. Mən birbaşa Azərbaycanca gəldi. Şey yaxşıdır, qaqaş. Mən getdim gezən xeyrə qarşı buraxdım. Əti pişirdi, indi isə keçirik Big Mac Əti pişirdi. hazırlamağa. Big Mac istədim. Çörəkdir. Onun bulkası 3 dənəli olur. Big Mac hazırlayıram dedi. Əti pişirdi, indi isə keçirik Big Mac hazırlamağa. Oh. Çörəyidir. Bəli. Onun bulkası 3 dənəli olur. Və bura Yox, belə. Belə. Formada orta hissə bura, üçüncü hissə bura, bəli. çıxacaq indi buradan. Hamısını özüm eləyəcəm. Qabı budur. Bəli, bəli. Qabı qoyuruq bura. Çörəyi bura qoyacağam. Hər iki hissəyə qoyacağıq. Bu formada üstünə qoyuruq. Bu hissə, yox, verin. Belə. Bu formada tutun. Duram hə. Aha. Bu formada. Bura. Belə. Bəli, bəli. Formada. Sonra nə vururuq xardal? Yox, xeyr, xeyr. Buraya çalışın. Hə. Deyin, verin. Mənə deyin götürüm, hə. Arasına bir basma. 1, 2, sonra İki əllə kahı götürürsünüz, həm bura. Bu Big Mac sosdur. Bu Big Mac sosdur 100%. Həm bura qoyursunuz. belə. Biraz da qoyun, biraz da qoyun. Biraz da. Ha, çox qoyurlar ya. Sonra 2 dilim xiyar. 2 dilim Ya. 2 dilim kıya. üst hissəsinə 2 dilim xiyar, Yan, yox, bura. yana-yana, hə. Üst. Sonra Bir dənə də pendir. pendir.
manşet tərəfindədir. Bu hissəyə qoyuruq. Bura. Bura, bəli, bura. Daha sonra ət olan hissəyə yaxınlaşırıq. Ət hansı ətdir? Qarşıya gedin, malakat. Qarşıya gedin. Bu. Lap ən son. Bu? Ən son, o tərəf. Lap uzaqdadır ki. Bu? Bəli, bir dəqiqə. Xeyr, bu deyil. Verin. Yaxınlaşın. Verin, mən götürəcəm. Neçə dənə? 2 dənə. Sındıracaq indi. 2 dənə? Bəli. Qoyduq yerinə. Birinci bu hissəsinə qoyursunuz. Ətin birini götürürsünüz. Daha sonra isə bu formada qoyursunuz. Dağılmamalıdır. Bunu bura. Bəli. Sonra bağlayırıq. Bəli, bağlayırıq. Tələsmi. Bunu da bağlayırıq, hə? Bəli, bağlayırıq. Onu da bağlayırıq. Hazır. Məntiqə bax. Gördünüz nədir? Vaqifin də şey var ya, abunəliyi var. 2 aylıq. Simba gördüm. Alt hissənin üstünə qoydu birinci əti. 2 əti qoydu. İkinci əti qaldırdı yuxarı. O ortadakı çörək var ha, onu fırlatdı qoydu. Onun da üstünə bir dənə də əti qoydu, bağladı ağzını. Çox məntiqli hərəkət etmiş. Həqiqətən şipşap da, yəni şipşak. Şipşap nə idi? Düzəldirik və göndəririk yuxarı. Və Belə qoyun, açılmasın. belə qoyuram, açılır. Big Mac sevərlər. Sürüşdürürük, bəli. Getdi. Növbəti prosesdə artıq Mahnı birinci geçdi mərtəbədə zaman. xidmət sahəsidir bura. Proses necə olur? Bax tutaq ki, kartof free. Verdik belə. Artıq doldu, hə? Bəli, doldu. Bunu nə edirik? Bura qoyuruq, hə? Bəli. Yavaş qoyma. Qoyun. Tamam. Neçə dəqiqə bişəcək bu? 3 dəqiqə. 3 dəqiqə. Bəli. Bu bişib, hə? Bəli, bişib. Bir dəqiqə yağ süzülsün. Yağı süzülməlidir, 5 saniyə hə. yağ süzülməlidir. Burada hər şeyin qaydası var, hər şeyin prosesi var. 10 saniyə yağ süzüləndən sonra bu da hazırdır. 10 saniyə oldu. Boşalda bilərik, bəli. Boşaldırıq. Bura boşaldırıq bu hissəyə. 2 əl tutmaq Burada lazımdır. issi də, hə? Bu işıq həm issi işıqdır. istidir. Və duzlayırıq. Bir dəfə fırladırsınız özü. Bəs eləyir, hə? Bəli, hə. Sonra? Və qarışdırırsınız bıçaqla. Belə. Belə. Yap. Göstərin. Eləyin. Şey diyeceğim, xanım müdür muavinidir, birinci muaviniyetdə direktora. Hər şeydə bilir. Bu formada Formada dolur, hə? edirik. Bir dənə dolduraq. Aha, bəli. Düzdürmürəm, belə. Birinci bundan istifadə eləyək. Bu nə qədər qala bilər burada? Burada 5 dəqiqə. 5 dəqiqə. Bəli. 5 dəqiqə içində satılmalıdır. Bəli. Bu nə qədər dolur? Tam pay olmalıdır. Belə doldurursunuz da, hə? Tam pay olmalıdır. Biraz da üzərinə Biraz əlavə da. edirik. Bəli, hə. Belə. Sifariş var? Var. İridir. Yeridir. Bunu qoyun ora zəhmət olmasa. Gözləyir sifarişi. İriydi də o. Ona da la miyav qatıldı. Atlar diye. Adı var hav miyav. Buyurun. Bir də Bir də ədəd də yenə ona. bundan. Bəli. Bir içinə qoyun. Sonra isə proses nədir dostlar? Yuxarıdan biz liftdən atırdıq həmin konveyerə. Və buradan çıxır həmin şeylər, sifarişlər. 16 saniyə ərzində bəli, 16 yuxarı. saniyə ərzində gəlir bura. Bax indi biri gələcək. Onlar gəlir, yığılır bura, düzdürmürəm, bu formada yığılır və sifariş üzrə çatdırılır. Yəni monitor düşdükdə burada yığılır, monitorda bəli. baxırıq, hə. Bəli, düşdükdə yığılır. Elə bir burgeri, nagesi buradan götürürük. Aparırıq ora, hə? Bəli, buradan firini götürürük, Firini sonra götürürük. gedirik içkiləri götürürük. Hər şey qayda qanuna uyğun olar. Bəli, İçki bəli. yerinə keçən mənə maraqlıdır. Biz partığımızı soyunaq sonra. Necə? Biz soyunaq bunun sonra. Bunsuz getməliyik ora. Bəli. Önlüksüz. Olmaz. Maraqlıdır, bilmirdim. Önlük yalnız siz. Bir yaxınlaşın burada çıxardaq.
Bura isə dostlar içkilərin istehsal olduğu yerdir. Bayaq kola aparatlarını göstərdik. Bəli, kola zavodunu göstərir, hansı ki burada artıq istehsal olunur və burada liniyalar vasitəsilə gəlir və biz qonaqlara buradan içkiləri təqdim edirik. Xanım yorulmayasınız. Və burada buz aparatı var. Bəli. Və Gülürdü o. Qonaqlara buradan içkiləri təqdim edirik. xanım yorulmayasınız. Və burada buz aparatı var. Bəli. Və buz da əlavə eləyir. Bir dənə ver özüm üçün. Bir dənə telefon qoyum zaten. Süzüm də. Və burada aparat, mən həmişə yeyirəm çiyələkli kokteyl dondurma, o bu aparatdadır. Bəli, bəli, bu hissəsi kokteyl hissəsidir, bu hissəsi dondurma hissəsidir. Tutaq ki, dondurma Dondurma, Bunu götürdük. Makvari dondurmasıdır, bəli. belə, Aha, bəli. belə basırıq, hər şey avtomatik. Yəni burada Qabı biraz fırladım. burada hər şey elə düşünülüb ki, tez, anında, sürətli müştəriyə xidmət etmək üçündür. Dondurmanı da bura vururuq, hə? Xeyr, biz əgər karamelli eləyiriksə, şokoladlı eləyiriksə, çiyələli eləyiriksə, Şey diyeceğim, kağızın içine tökdüyü üçün o kağızın tamı gələr şeydən, marojnadan. Dadsız olur. buradır. Yox, ona yox, ona getmir. Buna Birbaşa kağız diye. Bir var stakanda indi bir tər bir şeymişi düzəldirlər. vura bilirik. Səhv elədim. Karamel. O Hatəmlə getdik biz şey şərablı marojna yedik. Biraz fərqli idi də baxma da qabı. Bu kardon kağızdı, onu demək istəyirəm, kardon. Biraz karamel əlavə etdik. Əlavə edirik. Daha sonra isə şokolatı bir çevirmə Neynim onu? bura yaxınlaşdırırıq. Həmin bu dondurmanın Adam da yox deyə bir CS girək. CS nəsə dondu məndə. Sadəcə girib onu bir yoxlamalıyam. standartında onun qarışdırılması mövcuddur. Nə qəşəng. Bəli. Ha, bu bilmirdim. Əli ağrıyar adam. Qaşıqları da çıxardırıq. Şəkilləməyə daxil İçi belə edirik. oldu dostlar, gördüyünüz kimi. Hazır oldu da. Bəli, bəli. Artıq ağzını bağlayırıq bu formada. Ağzı da belə Bəli, bağlanır. bəli, bağlanır. Nə qəşəng. Və verir sifarişə. Və ondan sonra bəli, aşağıya dondurma sahəsinə qoyulur. Buradan çıxdıq artıq Xidmət sahəsinə. xidmət sahəsinə. Burada əvvəllər kassa var idi, artıq kassa yoxdur. Özdə xidmət Özdə köşkləri xidmət mövcuddur. Bəli, hə, köşklər mövcuddur. Yəni buradan verilir artıq müştərilərə. Bəli, Bir də qonaqlarımız. masa xidməti var da. Bəli, bəli. O haqqda danışacağıq sizinlə. İlk öncə keçid eləyək Makkafe sahəsinə. Bizim 13 filialımızda Makkafe sahəsi mövcuddur. Hə, Makkafe 28-dən 13-də Makkafe bu var. formada olur, çay da olur, kofe də olur, hə? Bəli, burada fərqli müxtəlif desertlər, içkilər mövcuddur. Onu hazırlayan əməkdaş barista adlanır. Hal-hazırda təlimatçı baristamız Səbinə xanımdır. Bir də kofe hazırlayaq da, hə? O sizə kömək edəcək. Burada hazır kofelər deyil də, yəni əl hazır, Əl əllə üsuluyla hazır. bəli hazırlanır. Ha, evdəki espresso aparatın böyüyüdür də bu, yəni. Qoyduq. Bunu artıq hazırlayır. Yəni bildiyimiz kofe shoplarda nə formadadırsa eyni formadadır və südü köpükləndirəcəyik. Bəli. Bir dənə bundan lazım deyə və bir ayağımı vurdum. Biraz belə şey də, yəni xudmanisindən, amma şey belə olacaq da, yəni düyməyə vuracaqsan, o töküləcək falan. Yəni, of.
Özəlliklərdən biri də table servis xidmətinin olmasıdır. Bu masaya xidmət deməkdir. Sifariş hazır olduqdan 45 saniyə ərzində həmin sifariş qonağın masasına çatdırılır. Bunu da qonaqlar özünə xidmət köşklərindən sifariş vurduqda oradakı rəqəmləri ora daxil edirlər və həmin rəqəmləri biz sifariş hazır olduqda lokator vasitəsilə, xəritə vasitəsilə izləyirik və üzərinə vururuq. Hansı yerdə oturubsa biz həmin sifarişi ora aparırıq. Bir dəqiqə. Sən lokatorla necə bilə bilərsən? Mən rəqəmdir də, bu rəqəmi əlimdə götürüb başqa yerə apardım qoyum. O necə biləcəksən? Masanın nömrəsi deyil axı bu. 16-ya. Maraqlıdır. Kömək edirsiniz mənə? Bəli. Anar müəllim də bizi burada gözləyir. Anar müəllim bir də salam. Bir də salam, xoş gördük. Xoş gördük. Anar müəllim. Necədir Fərid? Super oldu. Təəssüratlarım Siz bunu bilirdiniz yerini. Bildiyin gedib axtarırlar ya, görüm harda oturur. möhtəşəmdir. Mən inanıram ki, bu veriliş vasitəsilə izləyicilər xalqarası məqamlarını öyrəndi və 10 il ərzində çox dəyişikliklər var. İşçilər daha rahat işləyirlər və bütün sahələrdə işlədim. Əla. Fərid, mən bir şey qeyd etmək istəyirəm ki, deməli bu gördüyüm bütün prosesləri bizim müştərilər də görə bilərlər. Bizdə bizim sayt və mobil tətbiq vasitəsilə onlar qeydiyyatdan keçirlər. Bizdə açıq qapı günləri var. Oradan qeydiyyatdan keçdikdən sonra gəlirlər restorana, restoranda olan bütün prosesləri, hazırlanma, mətbəx, Hə, var idi belə bir şey. Hamısını gəzə hamısını bilirlər. gəzib görə bilirlər və bu da bilavasitə bizim nə qədər şəffaf və açıq bir xidmət sektor olduğumuzu nümayiş etdirir. Hər şey göz qabağındadır, hər şey sizə göstərdik, bütün detalları, hətta getdik, ətin hazırlanmasını da göstərdik. Məncə, heç bir qaranlıq məqam qalmadı. Mən ailə üzvlərimə McDonald's məhsullarını alıram, elə siz də rahatlıqla ala bilərsiniz. Anar müəllim. 10 il sonra görüşərik də. 10 il sonra görüşərik. Sağ olun, Allah ömür versin. Sponsor McDonald's.